15 yaşı tamam olmuş vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı şəxs özü və valideynlərdən biri istənilən asan xidmət mərkəzinə müraciət edə bilər. Xidmətlə bağlı 15 yaşına çatmış şəxsin şəxsiyyət vəsiqəsi, göz rəngi və boy ölçüsünə dair tibbi arayış, müraciət edən valideynin şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Sənəd sahibi bəy vətəndaş olarsa, Azərbaycan Respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydata alımı haqqında vəsiqə də təqdim olunmalıdır. İtirilmə və korlanma halı yoxdursa, yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa 70 manat, 3 iş günü müddətinə hazırlanırsa 50 manat, 10 gün müddətinə hazırlanırsa 5 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil asan xidmət mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Əlavə olaraq qeyd edək ki, tələb olunan göz rəngi və boy ölçüsünə dair tibbi arayış asan xidmət mərkəzlərində fəaliyyət göstərən tibb xidməti vasitəsilə əldə oluna bilər.